Salamlar, xoş gördük hər birinizi. Hoş gördük. Mən də salamlayıram hamını, sizi də müəllim. Hoş gördük. Salam müəllim. Salam, hələ Salam. hamısı tam qoşulmayıb deyəsən. Deməli, Rəqsana müəllimə buradadır. Aynur Nəzirova müəllimə buradadır. Ceyhunə müəllimə buradadır. Rəhmi müəllimə buradadır. Aha, digər müəllimlər yəqin yavaş-yavaş qoşulacaqlar. Deməli belə, biz keçən dəfə dərsimizi keçdik. Düzdür, az müəllim qoşulmuşdu. Ona görə dərsin izahını da biz çəkib dedikdə, yəni səsli şəkildə qrupa qoyduq. Dinləyə bilmirsinizmi izahları? Bəli, müəllim dinləmişəm. Bəli. Mən də dinləmişəm də, oxumuşam da. Aha, indi biz sual-cavab eləyəcəyik biraz və ondan sonra biləcəyik ki, nə qədər öyrənmişik, necə öyrənmişik və onunla bağlı biz bir sıra test nümunələrinə də baxacağıq ki, bilək ki, bizim keçən dəfə öyrəndiyimiz mövzular hansı formada özünü göstərəcək. Nazan müəllimə də gəldi, buradadır. Gəldi belə, başlayaq sual-cavaba. Sizdə yəqin ki, Time kitabı vardı, çünki PDF formasında qrupa atıblar və o kitabdan da oxuya bilərdiniz və plus da bizim izahları da qulaq asa bilərdiniz. Gəldik belə. İlk öncə biz metakognitiv bacarıqlar haqqında danışacağıq. Sualım aiddir Rəhmi müəlliməyə. Rəhmi müəllimə, eşidirsiniz məni? Bəli, müəllim eşidirəm. Rəhmi müəllim, metakognitiv bacarıq deyəndə siz nə başa düşürsünüz? Sizin fikircə nədir metakognitiv bacarıq? Metakognitiv bacarıq deməli özümüzü necə deyim, dedik ki, özünü monitorinq etmə, özünü necə deyim, Yəni nə özünü üçündür ki bu? tənzimləməklə Bizə onun içərisində danışmırıq. Yəni sizin fikrinizcə biz testlərdə nə görəndə, nə hiss edəndə biz biləcəyik ki, bu metakognitiv bacarığa aiddir. Metakognitiv biliyin xüsusiyyəti nə idi? Yazı sualı nədir? Özünü anlamaq. Bəli, özünü anlamaq. Haqqında hər şeyi bilir və müəyyən strategiyaya malikdir və özü hər şeyə qərar verməyə Haqqında vadar. məlumatlı olmaq, agah olmaq, özünü dərk etməsi. Rəhmi müəllimə, siz mövzulara desən tam baxmamısınız. Xeyr, müəllim, baxmışam. Biz biliyin növlərini sizə izah eləmişdik ya. Bəli, Deklarativ, bəli. prosedural, konseptual, metakognitiv. Orada metakognitiv nə idisə, metakognitiv bacarıq deyəndə də o bacarıqların biz inkişafından danışırıq. Bilirəm, bəli, müəllim, baxmışam. Gəldik Rəqsana müəlliməyə. Bəli. Rəqsana müəllimə, bilirik ki, metakognitiv bacarıqların daxilində müəyyən hissələr var. Onlardan biri özünü monitorinqdir, ikinci özünü tənzimləmədir, üçüncü özünü qiymətləndirmədir. Mənə deyin görür, özünü monitorinqin daxili hansı komponentlərdən ibarətdir? Özünü monitorinqin daxilində müşahidədir, sonra agah olmaqdır, bir də Rəydir. Mənə agah olmağı izah edə bilərsinizmi? Agah olmaq nə məna daşıyır? Yəni müəllim, şagird hər hansısa bir tapşırığı yerinə yetirəndə və yaxud hər hansı bir tapşırığı öyrənəndə həmin o tapşırıqdan ən azından ona nələr verdiyindən məlumatlı olur da. Yəni özünə agah olur ki, bu mövzu mənə nələr verəcək mən bunu öyrənən zaman. Bunu bir qədər də dəqiqləşdirsək, agah olmaq nəyi hansı səviyyədə öyrənmək haqqında məlumatlı olmalıdır. Məsələn, siz bugün deyək ki, bir proqnozunuz var və fikirləşirsiniz ki, mən bu dəqiqə kurikulumdan bu qədər suala düzgün cavab verə bilərəm. Çünki bunları bilirəm, bunları bilmirəm, o haqda məlumatlıyam. Buna deyilir agah olmaq. Məsələn, siz sınavlara gedirsiniz, çünki agah olmaq istəyirsiniz ki, sizin vəziyyətiniz necədir? Aynur müəllimə mənə desin, bəs müşahidə ilə bağlı nə demək olar?
Bəli, müəllim. Müşahidə özünü müşahidə eləyir şagird. Yəni bilir ki, e, özünün nə performansı var da, özü haqqında məlumat toplayır. Yəni bir məsələni həll eləmə iqtidarına malikdirmi? Sadəcə özünü müşahidə eləyir, Deməli, izləyir. özünü izləyir, özünü Hı hı. kənardan müşahidə eləyir, heç kimdən Bəli. soruşmur, öz günlük həyatı da, peşəkar fəaliyyətini də özü özünə soruşa bilir. Özünə də qıraqdan baxır ki, mən necə görünürəm, mən bunu nə qədər bacarıram. Özü haqqında məlumatlıdırsa, yəni müşahidə edərək məlumatlıdırsa, demək bunda özünün müşahidə vardır. Yaxşı, Hı hı. bəs Nazənin müəllimə mənə desin. Bəs rəy nə deməkdir orada? Rəy, müəllim, o deməkdir ki, elə bil ki, şagird məsələn dedik ki, özünü müşahidə etdi və öyrəndikləri haqqında, yəni onun hansı, necə deyim, məlumatı necə qavradığından agah olur. Yəni nə haqda, nəyi necə bildiyindən agahdır da, yəni bilir ki, nəyi bilir, nəyi bilmir. Rəy isə o deməkdir ki, məsələn müəllim ona hər hansı bir çalışma verir, tutaq ki, buna müəllim də rəy verə bilər. Hər hansı bir məsələn şagird yoldaşı da ona rəy verə bilər. Tutaq ki, kənardan verilən rəylər əsasında şagird özünə müəyyən dəyişikliklər edə bilər. Məsələn, müəllim ona hər hansı bir çalışma verər. Deyər ki, məsələn, sənin burada məsələn bu hissəni yaxşı elədin, amma burada müəyyən bir çətinliyin var. Yəni rəy verərək də şagird özündə müəyyən dəyişikliklər edə bilər. Aha. Yəni Deməli rəy vermə o deməkdir ki, biz diqqət etmədiyi ətrafımızdan, məqamların məsələn, biz Hı sizə -hı. deyək ki, təlimin iş formalarını keçəndə, təlim üsullarını keçəndə yoldaş qiymətləndirməsi və ya rəy vermə bacarığı haqqında biz danışanda deyəcək ki, şagirdlər bir-birinə rəy bildirə bilirlər. Müəllimin bildirdiyi rəy heç konstruktiv rəydir. Biz burada daha çox nəzərdə saxlayırıq ki, şagird özünü başqalarından soruşur. Və deyir ki, mənim haqqımda nə düşünürsünüz? Mənim qabiliyyətim haqqında nə düşünürsünüz? Və mən üçün hətta yazılı bildirin bunu, mən bunu analiz edəcəyəm. İndi öz ətrafınızda bir dənə araşdırın. Görün ki, nə qədər insan sizə yaxınlaşıb özü ilə bağlı rəy istəyir. Şagirdləri çıxarda adi bir həmkarlardan danışırıq. Son dövrlər ümumiyyətlə insanlar bir-birinin fikrinə demək olar ki, qulaq asmaq istəmir. Əvvəllər bizim yadımıza gəlir, biz bir işə başlayanda hətta həmkarlardan soruşardıq ki, bizim bu işlə bağlı nə düşünürsünüz? Nəyi doğru edirik, nəyi yanlış edirik? Bunlar hamısı nə üçündür? Özümüzün monitorinq üçündür. Deməli, özünün monitorinqi daxilində 3 dənə hissə var. Biz ya özümüzü müşahidə edirik, ya agah oluruq ki, bizim bu dəqiqəki vəziyyətimiz nədən ibarətdir, ya da ki, rəy alırıq. İstər şifahi, istər yazılı formada olmasına asılı olmayaraq rəy alırıq. Gəldik Ceyhuna müəlliməyə. Buyurun. Ceyhuna müəllimə, özünü tənzimləməni siz necə başa düşürsünüz? Nədir özünü tənzimləmə? Özünü tənzimləmə, özünü idarə etmək kimi başa düşə bilərəm. Yəni bütün hisslərini idarə etmək üçün, hər şeyi idarə etmək üçün özünü tənzimləmə. Yəni onu da dedik ki, mən elə başa düşürəm, bəlkə də yanlış başa düşmüşəm. Amma orada da dedik ki, məqsəd qoymalıdır. Məqsədinə qoyandan sonra müəyyən bir plan qurmalıdır. Neçə Plan addım qurandan var? sonra Özünü tənzimləmədə neçə ardıcıl addım var? 4 ardıcıl addım var idi. Deməli, Birincisi oldu məqsədin müəyyənləşdirməsi. Şagird məsəl üçün hər kəs müəyyən məqsəd qoymalıdır və məqsədə hansı yolla çatacağının planını qurmalıdır. İkinci planlaşdırma idi. Aha. Sonra müəyyən prosesdə qarşısına çıxan çətinliklərdə hisslərini idarə etmə bacarığı olmalı idi. O da emosional nəysə hisslərin idarə edilməsi idi, nə idisə belə bir şeydir. Yadımdan çıxdı başladı. Yəni, emosional tənzimləmə daha çox iradəliliyi hardasa ifadə edir. Emosional biz sabitlik də buna deyirik. Yəni, Müəyyən insanın... çətinlik çıxanda, qarşısına müəyyən çətinlik çıxanda özünü itirmir. Müəyyən strategiya, planını dəyişə bilir, həyəcanlanmır.
panikaya düşmür, belə demək olardı. Yox, Sonra da yavaş gəl biz belə danışaq. Planı dəyişmək məsələsi uyğunlaşmadadır. Planı dəyişməyə qədər ki, o əzm ki var, əzm göstərir, mən bu yoldan Aha. dönmərəm. Məsələn, gəl biz belə deyim də, məsələn, indi bilirsiniz ki, bizim ölkədə də xaricə miqrasiyalar getdikcə artır. Görürsən ki, məsələn, bir işgüzar adamdır, amma deyir ki, mən xaricdə işləməliyəm və sonra deyir, orada 6 ay sınaq müddətində özüm üçün təyin eləmişəm və fikirləşirəm ki, bu mənim üçün asan olmayacaq, mən hər şeyə dözməliyəm və həqiqətən qarşısına problemlər çıxır və buna dözür, iradə nümayiş etdirir. Əgər sən bununla bağlı özündə həqiqətən əvvəlcə planlaşdırmısansa, bu sənin üçün faciəyə çevrilmir. O faciəni ki, hətta biz gözləyiriksə, o faciə sayılmır əslində. Gözləmədiyimiz mənfiliklər faciəyə çevrilir, bizi şoka salır. Gözlədiyimiz mənfilikləri biz öncədən düşünürük və onu hardasa hazır olmağa çalışırıq. Hazır olmağa çalışırıq. Bu mənada, belə deyim də, bu mənada biz diqqətlə yanaşanda, bəli, dözümlülük, əzm, bu kimi şeyləri başa düşmək olar. Yəni, hələ plan dəyişdirmək deyil. Çünki plan dəyişdirmək, strategiya dəyişdirmək, biz buna uyğunlaşmada deyirik. Mükəmməlləşib, bəli. Bəli, uyğunlaşmada deyirik. Aha. Gəldik Aynur Nəzirovaya. Bəli. Aynur müəllimə, bəs özünü qiymətləndirməyi siz necə başa düşürsünüz? Özünü qiymətləndirmək, yəni özünü mühakimə eləyir, özünün fəaliyyətini dəyərləndirir, qiymətləndirir. Bu şəkildə başa düşürəm. Özünün işləri haqqında yürüdür. Yəni ki, belə deyim də, öz işi haqqında mühakimə yürüdür. Məsələn, deyir ki, mən bu işi yaxşı şəkildə yerinə yetirdim. Məsəl üçün, yaxşı, o meyarlar kimi də baxa bilərsiniz. Biz 4 dənə meyar səviyyəsi kimi müəyyənləşdiririk. Məsələn, bunu çətinliklə bacardım və ya dostumun köməyi ilə bacardım və ya sərbəst bacardım, müəyyən qədər qüsurlarım var və yaxud tam sərbəst bacardım. Onun bu şəkildə yanaşması qiymətləndirmədir. Amma mən bunu yaxşı bacarıram. Yəni, necə, hansı formada mən bunu bacarıram? Niyə məhz bu cür bacarıram? Bu haqqında dərk etməm varsa, biz buna deyirik refleksiya. Refleksiya prosesi dərk etməni göstərir. Məsələn, qiymətləndirmə ilə refleksiya eyni anlayış deyil. Qiymətləndirmə və tənqidi düşüncə rol oynayır, bəli. Özün haqqında real düşünürsən. Məsələn, biz belə danışaq da, bizim oxuduğumuz dövrdə müəllim baxırdı ki, biz misalda cavab almışıq 50, kitabın arxasında da cavab 50 idisə, müəllim heç baxmırdı bu gəldiyi yol hansıdır, deyirdi düz tapmısa və qiymət verirdi. Amma bu dəqiqə cavabın 50 olması heç önəmli deyil. Gedilən yolun önəmli olması vacibdir. Ona ki, müəllim soruşur, niyə bəs bu yolla getdin? Səncə o bir yol effektiv ola bilərdimi? Yəni, müəllim nəyi anlamağa çalışır? Müəllim onu anlamağa çalışır. Bu uşaq həqiqətən özü bunu dərk edib, yoxsa kimdənsə köçürüb? Bizə lazımdır ki, özü dərk etsin. Məsələn, refleksiya sözünün 2 dənə açar sözü var. Onlardan biri adlanır inikas, şuurda başa çatan prosesin əks olunması, inikas olunması. İkinci tərifdə isə deyilir ki, dərsin bütün mərhələlərini dərk etməni ifadə edir. Yəni, qiymətləndirmə hazır rəqəm kimi də yazıla bilər, nə bilim, cümlə kimi də yazıla bilər. Amma refleksiya isə sən bunu hansı yolla gəldin, bu yolla nə qədər inanırsan, onları ortaya çıxartmaq üçün həyata keçirilir. Özünü qiymətləndirmədə də, bəli, özünü qiymətləndirmədə də mən özümə qiymət verdim, bu eyni zamanda həm də düşünməliyəm ki, mən nə üçün bu yolla gəldim, nə üçün bu cür bunu həll etdim, niyə başqa cür həll etmədim? Əgər mən bunu dərk edə bilirəmsə, demə məndə refleksiya da var. İndi bu 3 dənə hissə özünü monitorinqdir, özünü tənzimləmədir, bir də özünü qiymətləndirmədir. Əgər biz bu üçünün də daxilindəki komponentləri yerinə yetirə biliriksə, o zaman özümüz haqqında çox ətraflı məlumatlı olmuş oluruq. Və bu məlumatlı olmuş olmaq bizə yollar göstərir.
Özümüz üçün yollar seçə bilirik. Özümüz üçün faydalı metodlar seçə bilirik. Ola bilsin mənim özüm üçün seçdiyim metod Rəqsana müəllimə üçün uyğun metod olmasın. Çünki mənim metakognitivi başqadır, Rəqsana müəllimə metakognitivi başqadır. Amma sinifdə bizim müəllimimiz bizim bu bacarıqları ortaya çıxarmağımıza köməklik göstərməlidir. Müəllim ona görə bu mövzunu bilməlidir ki, şagirdlərə fürsət tanımalıdır ki, onlar özlərini kəşf etsinlər. Yəni bizim dövrdə, bizim dövr deyəndə ki, yəni bizdən də böyük nəsilləri oxuduğu dövrdə şagirdlərə buna görə fürsət verməyiblər. Elə müəllim nə qərar verirsə, uşaq da ona tabe olub. Uşağın fərqlilikləri nəzərə alınmayıb. Uşağın öyrənmə metodlarında ayrı-ayrı xüsusiyyətlərin olması nəzərə alınmayıb. İndi isə biz bunu nəzərə alırıq. Məsələn, mən uşağı məcbur edə bilmərəm ki, evə gedən kimi yeməyi yedin, əylər çalışmalı elə. Bəlkə onun metodunda çalışma, axşamçağı eləmək daha çox uyğun ola bilər. Çünki onun metoduna biz qarışa bilmərik, biz tövsiyə verə bilərik. Elə uşaq var ki, məsələn, onda qulağında qulaqcıq olmasa, mahnıya qulaq asmasa heç nə öyrənə bilməz. Çünki bu adam artıq özü dərk edir ki, mən bu cür bunu öyrənə bilirəm. Amma elə adamda var ki, adi bir dənə külək səsi də çöldə gəlsə, onun bütün diqqəti yayınır. Bunlar fərqlidirlər. Elə tərs sinif modeli də buna görə yaranır. Elə inklüziv təhsil də buna əsaslanır. Bütün bunlar nəzərə alınaraq fəaliyyətlər təşkil olunursa, o zaman burada inklüzivlik də qoruna bilir. Bəs bununla bağlı testlər özünü necə göstərə bilər? Bununla bağlı testlərdə indi mən sizə bugün zaten onu tapşıracağam. 25 dənə test verəcəm sizə metakognitiv bacarıqlarla bağlı. Növbəti dərsə qədər onu həll edəcəksiniz. Orada görərsiniz ki, bütün cümlələr bir-birinə oxşuyur. Amma siz o cümlələrdə, indi burada ayırmışıq da, məsələn, özünü müşahidəni ayırmışıq, agah olmağı ayırmışıq. Orada ola bilsiniz bunlardan söhbət getməsin. Başlıq olaraq agah olmaq yazılmasın. Amma görsəniz ki, agah olmağın içindəki fəaliyyət varsa, demək bu metakognitivə aiddir. Görsəniz ki, məsəl üçün planlaşdırma varsa, demək özünü metakognitivə aiddir. Biz sadəcə onun içərisində olanları, komponentləri mükəmməl biləndən sonra biz artıq cümlədə tuturuq ki, bu bacarıq ümumiyyətlə metakognitivin içərisində vardır, yoxsa yoxdur. Müəllim buna kömək edirsə, demək metakognitiv bacarığa xidmət edir. Kömək eləmirsə, demək metakognitiv bacarığa uyğun gəlmir. Bəzən görürsü bir nümunə verəcəklər. Həmin nümunə çox qəşəng nümunədir, adamın xoşuna gəlir, amma həmin nümunə metakognitiv bacarıq yaratmır. Yəni, bu o deməkdir ki, qıraqdan xoş görünən çox şey ola bilər ki, bu əslində metakognitiv bacarığa aidiyyəti olmayacaq. Və bu mövzunun çətinliyi bilən bundan ibarətdir ki, siz sırf olaraq komponentlər ki vardır, özü monitor uyğun komponentləri də metakognitivə aiddir, özünü tənzimləmənin 4 komponenti, o da metakognitivə aiddir, qiymətlənmənin 2 komponenti, o da metakognitivə aiddir. Bunlar barədə nə qədər söhbət gedərsə, hamısı metakognitivə aiddir. Gəldi inklüzivlə bağlı. İnklüzivliyi biz necə başa düşürük? Mənə bunu izah eləsin Rəhmi müəllimə. Sizin fikrinizcə nədir inklüzivlik? İnklüzivlik deməli mən necə bütün uşaqlara özlərinin hər uşağa fərdi yanaşma başa düşürəm. Dediyində hər şagirdə fərqli yanaşma. Çünki hər şagird yəni eyni cürə öyrənə bilmir, eyni üsulla, misal üçün müəllim bir cür dərs başa salır, amma hər şagird eyni götürmə qabiliyyətinə malik deyil. Buna görə də hər şagirdin özü necə formada, hansı formada öyrənə bilirsə, hərəsinə xüsusi olaraq belə deyim, o cürə öyrənmə tətbiq etmə. Mən belə başa düşürəm. Müəllimə, bəs inklüzivlikdə o tərifdə axı dərk etmə qabiliyyətində fərqlərdən danışmır. İnklüzivin tərifində hansı fərqlərdən danışılır? Diferensial, müəllimənin dediyi diferensialdır, müəllim, yoxsa? Rəhmi müəllim dediyi ümumi bir anlayışdır, amma Rəhmi müəllimə tam inklüzivlikdən danışmır. Rəhmi müəllimə, inklüzivlik deyəndə biz nəyi hədəf seçirik? Şagirdlərdə hansı fərqi biz inklüzivliyə aid eləmişik? Hansı fərqlər nəzərdə tutulur əsasən? İmkanları məhdud. Bəli. Müəllim, təhsilin hər kəs üçün əlçatan olması da, yəni sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə adaptasiyası, əsas bunlar nəzərdə tutulur.
Nazan müəllim, bu sualı mən Rəhmi müəlliməyə ona görə vermişəm ki, Rəhmi müəllimə mövzuya baxıb, amma tam baxmayıb. İnklüzivliyin bir hissəsini düz qeyd eləyir. O dərsin təşkili məsələsində o hissə düzdür. Amma inklüzivliyin özündən söhbət gedir ki, bunun tərifində nə deyilir? Sağlamlıq imkanları məhdud olan, öyrənmə çətinlikləri olan, irqi və sosial mənsubiyyətinə, dininə, milliyyətinə və s. görə ayrı seçkilik görən və bu səbəblərdən uzaqlaşdırılan şagirdlərin, belə deyim də, eyni təhsil mühitində birləşdirilməsidir. Yəni, dərk etmə onun bir hissəsinə aiddir. Burada əsas məsələ dərk etmədən gedmir. Əgər dərk etmə əsas olsaydı, təlimin təşkilinə verilən tələblər vardı ya, orada bərabər imkanların yaradılması ilə inklüzivlik bir-birindən ayırmazdılar. Bərabər imkanlar dərk etməyə görə yaradılır. İnklüzivlik isə hər şeyə görə yaradılır. Əlinlə sağlam uşağın bir yerdə oxuması, autizmlə diqqəti düzgün olan uşağın bir yerdə təhsil alması. İnklüzivliyin müasir dövrdə əsas göstəricisi hər kəs üçün bariyerlərin yox etməyidir. Hər kəs üçün maneələri yox etməyidir. Mən sizə o səsdə bunu hasar nümunəsi ilə göstərmişdim ki, hasar, elə adam var, boyu hündürdür, hasarın o bir tərəfini görür. Elə adam var, boyu hündür deyil, amma imkanlıdır, kitablar, nərdivanlar tapır, yolun o bir tərəfini görür. Amma elə uşaq var ki, boyu hündür deyil, amma imkansızdır. O deməkdir ki, bu adam hasarın o bir tərəfini görməməlidir. Ona görə dünya deyir ki, hasarı ümumiyyətlə götürün. İstir boyu hündür olan, istir boyu alçaq olan, istir imkansız, istir imkanlı, istir sağlam, istir xəstə. Hamısı hasarsız şəkildə təhsili görə bilməlidir. Bu inklüzivlik müasir dövrdə əsas prinsipidir ki, biz hər kəs üçün maneələri aradan qaldıraq. Əgər xatırlayırsınızsa, mən sizə ilk dərslərimizdə demişdim ki, Azərbaycanda 17 min nəfər şagird keçən il statistikadır, fiziki qüsurlu olduğuna görə və məktəbə gələ bilmir. Evdə də ona dərs keçmək icazə verilmir, çünki fiziki qüsurlu evdə dərs keçmək olmaz, o məktəbə gəlməlidir. Bəs niyə məktəbə gələ bilmir? Çünki 50 arabasındadır, məktəbdə şərait yoxdur, heç məktəb deyək ki, 4 mərtəbəli məktəbdir, amma lifti yoxdur. Bu uşaq nətər hərəkət edəsən oradan bura? Demək ki, bunun üçün bariyerlər var. İnklüzivlik o deyil. İnklüzivlik, 50 uşaq belə məktəbin həyətinə girdi, özü istədiyi yeri, istədiyi mərtəbəyə gedə bilməlidir. Məsələn, Bakı Avropa məktəbi var, əgər orada olmuşsunuzsa, orada inklüzivlik tam qorunur. 50'lər üçün hər cür şərait yaradılır. İstədiyi yerə gedə bilirlər. Məktəb elə dizayn olunub ki, hər kəs istədiyi mərtəbəyə, istədiyi yerə hərəkət edə bilir. 50 olsa da, sağlam olsa da. Bu nə deməkdir? Hər kəs üçün təlim şəraitinin rahatlaşdırılması. Yaxşı, mənə desin Nazənin müəllimə. Bəli, Burada belə bir dənə cümlə var ki, şagirdlərin özünə inamını yüksəldir. Yəni, inklüziv yanaşma şagirdlərin özünə inamını yüksəldir. Bunu necə izah edə bilərsiniz mənə? Necə mənim cümləni bir də təkrarlaya bilərsiniz? İnklüzivliyə əməl olunmaq şagirdlərin özünə inamını yüksəldir. İnklüzivliyə əməl olunmaq, məsələn, mən bunu belə başa düşürəm ki, tutaq ki, sinifdə sağlamlıq imkanları məhdud olan şagird var. Tutaq ki, həmin şagirdi, məsələn, qrup işi edən zaman və yaxud da, məsələn, hər hansı sinifdə, məsələn, çalışma həlli zamanı sinifdə həmin uşağı digər uşaqlardan fərqləndirməməkdə. Yəni, belə fikirlər var ki, misal üçün, sağlamlıq imkanı məhdud olan şagirdi qrup işində əslində bəzilər düşünür ki, ayrı, yəni ona fərdi məşğul olmaq lazımdır sinifdə, amma elə deyil də. Yəni, onun necə deyim, bu cümləni belə başa düşdüm ki, yəni qısaca olaraq onu, yəni digər sinif yoldaşlarından seçməmək, yəni ki, onun üçün bu inklüzivliyi necə deyim, təmin etmək, yəni şagirdin rahat olması da sinifdə, yəni sağlamlıq imkanı məhdud olduğuna görə özünü pis hiss etməsin. Aha, deməli, müəllimin yanaşması elə olmalıdır ki, həmin bu uşağı qüsurlu uşaq kimi tanımır, uşaqlara da məlumat verir ki, başa salır ki, qüsurlu uşaq demək olmaz. O da bizim kimi insanlardan biridir.
onun bu, məsələn, deyək ki, onun kəkələmə problemi varsa, bu kəkələmə qüsur kimi təqdim eləmir. Məsələn, mən sizə bir nümunə göstərdim. Bir müəllim vardı, dedi ki, mənə birinci sinifdə bir uşaq rast gəldi, heç kimlə ünsiyyətə keçmirdi və kəkələmə problemi vardı. Dedi, amma 4-cü sinifdə onun vəziyyəti düzəldi. Dedim, necə düzəldi? Onun kəkələmə problemi aradan qalxdımı? Dedi, xeyr, kəkələmə problemi aradan qalxmadı. Amma uşaqlar ona lağ eləmədiyinə görə bu uşaqların yanında daha çox danışmağa başladı. Kəkələməyinə baxmayaraq özünə inanırdı və bilirdi ki, kimsə ona gülməyəcək. Və belə bir mühitin yaradılması bu hesab olunur özünə inamın artırılması. Yəni inklüziv təhsil buna köməklik göstərir. Rəqsan müəllimə desən əl qaldırıb bildiyim qədərlə. Sualınız vardı müəllimə? Yox, bəlkə o burada bilmirəm, əlimdəyib nəyəsə, üzr istəyim. Ola bilər, narahat olmuyor. İnklüziv yanaşmada mənə desin Ceyhunə müəllimə. Ceyhunə Buyurun müəllimə müəllim. eşitir məni, bəli. Eşidirəm, bəli. Ünsiyyət, Mikrofonu yadımdan. bəli. Burada öyrənmək üçün universal dizayn məsələsi var. Öyrənmək üçün universal dizayn. Bu barədə nə deyə bilərsiniz? Öyrənmək üçün universal dizayn deyəsən 3 mərhələdən ibarət idi. Demək ki, cəlb etmə var idi. Cəlb Bəli. etmədə də sualı var idi. Cəlb etmədə deyirdi ki, nə üçün öyrənməliyəm? Bu mənə nə üçün lazımdır öyrəndiyim? Belə bir sual var idi. Bəli. İkinci tədqiqat idi. Tədqiqatda isə Tədqiqat yox, öyrəndim? təqdimat. Təqdimat. Onu Bəli. mən tək dəfə oxumuşam. Təqdimat. Bəli. Yəni nə öyrənirik? Məsələn, mən sizə başa saldım ki, bu qələm bizim üçün faydalıdır. İkinci, bu cəlb etmədir. Bu qələm nə üçün faydalıdır? Biz gələcəkdə bundan istifadə edəcəyik. Təqdimatda isə mən bu qələm haqqında məlumat verirəm sizə ki, bu qələm necə istifadə olunur. Qələm haqqında məlumat verdim. Üçüncüdə də nə idi? Fəaliyyətdir. Yəni, necə öyrənirik? Qələmdən istifadə qaydasını öyrənirik. Bəli. Edər ki, bir dənə tapşırıq verirəm. Həmin tapşırıqda qələmdən istifadə edirlər. Şagird burada fəaliyyət göstərir, eyni zamanda da öyrənir. Yəni, cəlb etmədə mən onlara başa salıram ki, bizim bugün öyrənəcəyimiz yeni bazarı sizə nə üçün lazımdır? Bunu başa salıram. Sonra təqdimatda isə həmin bazarıq nədən ibarətdir? Onu təqdim edirəm. Fəaliyyətdə isə şagirdə elə iş tapşırıram ki, şagird həmin işi yerinə yetirəndə zaten bu bazarığı istifadə etmiş olur. Şagird fəaliyyət zamanı bunu öyrənir. Bu üç hissə müasir təhsilin demək olar ki, bütün dərslərində əhatə olunur. Və bu üç hissənin daxilindən əmələ gəlir digər modellər. Məsələn, 7 mərhələli dərsdə bu 3 dənə hissənin daxilindən formalaşır. Elə bir 7 mərhələli dərsin də zaten 3 hissədən ibarətdir. 5Y modelində də bu 3 hissədən danışılır. Ümumilikdə dərsin quruluşu, dərsin forması, belə deyək də, 3 dənə bir-birinə bağlı olan ardıcıl hissədən ibarətdir. Cəlb edirik, təqdim edirik. Necə? Buna 3Y modeli demək olar da elə. Y modeli ümumiyyətlə başqa anlayışdır. Biz Y modeli kimi baxmayaq. Buna universal dizayn deyək. Universal dizayn günü bugün və gələcəyin bir nömrəli formatıdır. Çünki biz artıq qəbul edirik ki, sinifimizdəki şagirdlərdə inklüzivliyə biz əməl etməliyik. İnklüziv təhsil üçün bu nəzərdə tutulub. Demək olar ki, bütün siniflərdə inklüzivliyə əməl olunmalıdır deyə bu 3 hissə uyğun gəlir. Buna Y modeli deyə bilmərik. Nə 5Y, nə 3Y, nə 7Y. Bunlar fərqli-fərqli anlayışlardır. Amma dərsin quruluşu bu 3 hissədən ibarətdir. Cəlb etmə, təqdim etmə və fəaliyyət. Burada eyni zamanda maraqlı bir detal da var. Məsələn, həmin detalla bağlı mən sual vermək istəyirəm. Deməli, Rəqsanə müəlliməyə. Bəli, müəllim.
Rəqsənə müəllimə, korporativ öyrənmə, Aha. inklüzivlikdə Mən korporativ öyrənmə və yaxud Edgar Deyl piramidası. Bunlar necə əlaqələndirmək olar? Mənim korporativ öyrənmə, yəni əməkdaşlığı tələb edən öyrənmə metodudur. Yəni müəllim məsələn qruplarla iş verərkən şagirdlərə bölgünü elə aparmalıdır ki, burada daha çox yəni uşaqların bəzən olur siniflərdəki uşaqlar özləri istəyirlər qruplardakı hansı uşaqlar seçilsin, amma buna müəllim önəm verməli deyil. Bölgünü özü düzgün şəkildə bölməlidir ki, həmin bu inklüziv uşaqlardan da həmin o qrupda işləsinlər. Həm də orada belə bir cümlə də var idi ki, yəni şagirdin digər şagirdə öyrətməyinin özü belə həmin o şagirdin özünə də müsbətdir, öyrətdiyi şagirdə də müsbətdir. Bu halda digər şagirdə daha yaxşı öyrənir. Bəli. Yəni Rəqsənə müəllimə, Edgar Deyl piramidası haqqında eşitmişdinizmi əvvəllər? yox, əvvəllər yox. Aha. Edgar Deyl piramidası, mən öz vəsaitimdə onu sadəcə bir üçbucaq kimi vermişəm. Lap yuxarıda ən az öyrənmə 10% öyrənmədir. Biz uşağa deyiriksə ki, mənə qulaq as öyrən və ya mən mühazirə oxuyuram və ya özün oxu öyrən, bu cəmi 10% öyrədir. Məsələn, biz bir də məktəblərimizə fikir verək, müəllimlərin əksər hissəsi çalışır ki, danışsın, şagird ancaq sakitcə qulaq assın. Demək, bu vəziyyətdə 10% öyrənmə baş verir. Elə universitetlərin özlərində öyrənmə niyə zəifdir? Çünki bu metoddan istifadə olunur. Bir tərəf danışır, digər tərəf qulaq asmalıdır pasiv şəkildə. Bu 10% öyrənmədir. Əgər mən şəkil göstərirəmsə 20% öyrənmədir. Video göstərirəmsə 30% öyrənmədir. Canlı nəyisə göstərirəmsə, bir prosesi özüm işləyib göstərirəmsə uşağa, bu olur 50% öyrənmə. Əgər uşağı diskusiyaya cəlb edirəmsə, bu sual versin, hər bir şey soruşa bilsin, bu olur 70% öyrənmə. Əgər desən ki, sən bunu öyrən və dostluğa öyrən, bu olur 90% öyrənmə. 90% öyrənmə ən güclü təhsil sistemlərinin ortaya çıxartdığı ən güclü metoddur. Hələ ki 100% öyrənmə yoxdur. Yəni 90%-dən yuxarı effektiv olan elə bir model kəşf olunmayıb hələ. Maksimal 90% öyrənmə nəzərdə tutulur. İndi bu nə deməkdir? Və burada bir detal da var. Müəllim o qədər savadlı olmalıdır ki, 90%-ni ən yaxşı halda şagirdə öyrədə bilsə, şagird güclü nəticələr toplamağı bacarmalıdır. Ona görə bu sertifikasiya prosesləri qabağa salınır ki, müəllimlərin ixtisas və pedaqoji səviyyəsi biraz da yüksəlsin. Şagirdindən qat-qat üstün olsun ki, şagirdi də yüksəklərə doğru addım ata bilsin. Bu sadəcə bir fəlsəfədir psixoloji olaraq. Biz Edgar Deylin deyək ki, 90% öyrənməsini korporativ öyrənmə hesab edirik. Korporativ öyrənmə gedir, bunun adı birlikdə öyrənmə məsələsi. Burada bir dənə detal var. O sualı verirəm Aynur müəlliməyə. Aynur müəllimə, əgər kitab oxumusunuzsa, kitabda bunu görərsiniz. Mən deyəsən onu səslə deməmişəm. Adaptasiya edilmiş dərs və tapşırıqlar. Bu nə deməkdir? Müəllim məsələn dərsin qurulmasını o inklüziv uşaqlara uyğun seçir, onların maraqlarına uyğun seçir ki, onlar necə başa düşəcəklər, onların ehtiyacları nə səviyyədədir, ona uyğun olaraq dərsin məqsədini, sonra fəaliyyəti onların öyrənmə səviyyələrinə uyğun seçəcək. Aha, deməli, hər bir müəllimin proqramı, tapşırıqları eyni ola bilməz. Məsələn, məndə kitablar var, illər əvvəl yazılıb, ilin müəllimlərinin planlaşmalarıdır. Amma onların heç biri sizin sinif üçün ideal deyil. O müəllim onu özü üçün tərtib edib. Öz şagirdləri üçün tərtib edib. Amma adaptasiya olunmuş, bəli, tapşırıq odur ki, siz görürsünüz ki, sizin sinifdə, məsələn, eşitmə qabiliyyəti, eşitmə öyrənməyi, audio öyrənmə qabiliyyəti olan insanlar çoxdursa, siz onlar üçün dinləyib öyrənməyə aid nəsə tapşırıqlar verirsiniz. Kim isə görüb, yəni vizual öyrənmə qabiliyyəti üstündürsə, ona şəkilli, sözlü nələrsə verirsiniz, öyrənsin. Siz demək nə ediniz? Şagirdlərə görə tapşırıqları çeşidləriz. Xüsusi tapşırıqlar gətirdiniz ki, mən bu məqsədə çatmaq üçün bu uşağın öyrənmə qabiliyyətinə uyğun olaraq bu tapşırıqları verməliyəm. Buna deyilir adaptasiya olunmuş tapşırıqlar. Yəni, siz buna adaptasiya eləmişsiniz.
Sinfinizə adaptasiya eləmişsiniz, uyğunlaşdırmışsınız, şagirdlərinizə uyğunlaşdırmışsınız. Bu gedir adaptasiya olunmuş dərs və tapşırıqlar. Bundan başqa əlavə təlim materialları da vermək olur da həmin o xüsusi uşaqlara ki, öyrənməkdə çətinlik çəkən uşaqlara. Bəli, müəllimə, verə bilərsiniz, amma yenə də əsas məsələ məqsədə uyğun olmasıdır. Yəni, belə deyim də, bu qiymətləndirmə məsələsi ki var, ən sonunda həyata keçirilir. Qiymətlənmə yeganə hissədir ki, şagirdin marağına xidmət edə bilməz. Tapşırıqlar marağa xidmət edə bilər. Fəaliyyətlər marağa xidmət edə bilər. Amma qiymətləndirmə dövlətin marağına, cəmiyyətin marağına xidmət eləməlidir. Yəni, bu nəyə görə dedim? Mövzu açıldığına görə. Məsələn, siz görürsəniz ki, məsəl üçün, bəzən olur, məktəbdə də görmürsünüz, bir müəllim qəşəng test kitabı tapır, o testlər onun çox xoşuna gəlir və gəlir sabahki dərsdə ondan istifadə edir. Bu səhvdir. Niyə? Əgər əsas məqsəd gəlir, sonra test gəlməlidir. Sən əgər test tapmırsan, ona görə məqsəd dəyişirsənsə, bu yanlışdır. Ona görə bizim üçün əsas məsələ məqsədin birinci olmasıdır. Çünki alt standartdan məqsəd yaranır, məqsəddən də qiymətləndirmə yaranır. Qiymətləndirmədən, yəni əvvəl, yəni sonra məqsəd yarana bilməz. Qiymətləndirmədən əvvəl məqsəd yarana bilər. Ümumilikdə, belə deyim də, inklüzivlik ilə bağlı bunu da biz qeyd edək ki, xəstə uşaq, qüsurlu uşaq terminləri istifadə olunmur. Çünki bu şagirdlərə damğa vura bilir, onları lağ obyektinə çevirə bilər, inamsızlıq yarada bilər. Ona görə xəstə uşaq, qüsurlu uşaq ifadələri ümumiyyətlə işlədilmir. Bir iclasda durub desə xəstə uşaq, qüsurlu uşaq, iclasda sizə ilan bildirəcəklər ki, bu düzgün yanaşma deyil. Gəldik belə, deməli, uzun sözün qısası, inklüziv mühit olan məktəb deyəndə hər kəsin fərqli olması faktının qəbul edilməsi deməkdir, hər kəs üçün təhlükəsiz mühitin olması deməkdir və s. və ilaxı. Hər kəs üçün uyğun sistem varsa, bu inklüzivlik deməkdir. Sizin məktəbdə istənilən uşaq, sağlamlıq məhdudiyyəti olan uşaq gəlib oxuya bilirsə, ona kimsə lağ eləmirsə, kimsə ona gülmürsə, özünü pis hiss eləmirsə sinifdə dostlarına, sinif yoldaşlarına, öz ailə üzvləri kimi baxırsa, demək sizdə artıq inklüziv təhsil əmələ gəlib. O artıq vardır. Yox, əgər hələ də problemlər varsa, demək ki, inklüzivlik qorunmuyub. Gəldi belə, inklüzivliklə ilə bağlı da bu sual cavab elədik və yenə deyirəm, müəllimə sizə qrupa atdığım səs ki var, ona bir daha çox diqqətlə qulaq asmalısınız. Və bizim indi birinci 40 dəqiqə yekunlaşır hardasa bir neçə saniyə sonra. İkinci 45 dəqiqədə isə bir maraqlı mövzumuz var, onu da keçəcəyik. Eyni zamanda bu mövzu ilə bağlı kimin sualı varsa, orada mənə verə bilər. Hələlik deyirəm sizə, inşallah 10 dəqiqə sonra görüşəcəyik. İnşallah.